Dünən Bakıda keçirilmiş mini futbol üzrə dünya çempionatı başa çatdı. Azərbaycan milli komandası bütün oyunlarda peşəkarlıq, qələbə əzmi göstərərək dünya çempionu titulunu qazanmışdır. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. İlk növbədə komandanın oyuncularını, məşqçilərini, mütəxəssislərini, Mini Futbol Federasiyasını və bütün bu qələbədə iştirak etmiş insanları təbrik edirəm. Siz Azərbaycan xalqına yeni qələbə sevinci qazandırmışsınız. Dünya çempionu olmaq böyük şərəfdir və böyük məharət tələb edir, xüsusilə komanda idman növündə.